Məhkəmə iclası davam edir və hazırki mərhələdə təqsirləndirilən şəxslər və onların müdafiəçilərin çıxışlarının icrası mərhələsidir. Qeyd edək ki, bundan əvvəlki iclasda təqsirləndirilən şəxslərin və onların müdafiəçilərin çıxışlarının icrasına başlanılması, həmin çıxışlarda isə apellyasiya şikayətləri üzrə dəlillərin əsaslandırılması ilə bağlı qərar qəbul olunmuşdu. Bundan sonra təqsirləndirilən şəxs Arayik Harutyunyan və onun vəkili çıxış etmişdi. Digər təqsirləndirilən şəxslər və onların müdafiəçiləri isə çıxış etmək üçün məhkəmədən zaman, vaxt istəmişdilər. Qeyd edək ki, bu məhkəmə prosesinə, bu işə Bakı Apellyasiya Məhkəməsində baxılır. İclaslar məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tədqiq edilmədən həyata keçirilir. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı bundan əvvəlki məhkəmə prosesində 1-ci instansiya üzrə Bakı Hərbi Məhkəməsinin qərarına əsasən onlardan 5 nəfəri, o cümlədən Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunur. Digər təqsirləndirilən şəxslər isə 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum ediliblər.